Səhər iş yerimə çatanda yolun sağındakı Hacı Cavad məscidinin önündə bir xeyli insanın toplaşdığını gördüm. Məscidin yan yörəsində 2-2, 3-3 polislər dayanmışdı. Qulaqlığımda mahnıya qulaq asırdım, özü də yüksək səslə. Yəni ətrafdakı bütün səs-küydən qulaqlarım azad olmuşdu. Amma məscidin önündəki izdiham qulaqlığı çıxartmağı əmr elədi mənə. Qulaqlığı çıxardan kimi mərsiyə səsini eşitdim. Sonra yadıma düşdü ki, Məhərrəmlik ayıdır. İnsanlar bu gün məscidə sinə vurmağa, əzadarlıq eləməyə yığılışıblar. Diqqətimi çəkdi. Telefonumu çıxardıb uzaqdan bu izdihamın şəklini çəkdim. Amma elə bil içimdəki bir hiss deyirdi ki, get gir məscidə. İçimdəki səsə qulaq asdım. Getdim məscidə tərəf. Qapıya çatanda qapıda polisləri gördüm. Onlar insanları bir-bir yoxlayıb içəri buraxırdılar. Komandirlə aramızda belə bir dialoq yaşandı. Komandir, olar keçim içəri, şəkil çəkməliyəm. Komandir məndən soruşdu, niyə? Dedim, jurnalistəm. Çiynimdəki çantanı yoxladı. Mən də həmişə işə gedəndə əlimdə bir poşetdə yemək aparıram. Polis həmin poşetdə nə olduğunu soruşdu. Dedim, dolmadır. Günorta naharımdır. İstəyirsən, buyur, qonaq ol. Ayaqüstü bir ikisinin dadına bax. Polis gülümsüyüb məni içəri buraxdı. Adamların arasından sivişib məscidin giriş qapısına yaxınlaşdım. Bir xeyli ayaqqabı var idi. Adamlarını itirmiş ayaqqabılar. Amma bir o qədər də özünü güvəndə hiss edən ayaqqabılar. Qapının ağzına kimi adamla doludur məscid. Məscidin içində sinəyə çırpılan əl səsləri qəribə bir əks-səda verir. Fonda da kədərli bir səs. Yuxarı qalxıb sinəyə düşən əllər sinxron şəkildə baş verir. Və bu mənzərəni seyr eləmək məndə qəribə bir qibtə hiss oyatdı. Kəsilən qollarına qurban ya Əbəs. Bu səsi eşidən kimi içimdəki ikinci mən dilləndi. Dəfələrlə bu cür sinə vurma, baş yarma mərasimlərini tənqid eləsən də, oradakı izdiham, hamının bir-birini sinxron şəkildə izləməsi, ritualları yerinə yetirməsi, birlik göstərməsi əlbəttə ki, qibtə olunasıdır. Kəsilən qollarına qurban olum ya Əbəlfəz. Bu səs dəfələrlə məscidin minarəsinə qədər ucalır. Qəfil əynində kütlədən seçilmək üçün yaşıl geyim geymiş adamlar yol açın deyə-deyə izdihamı yarmağa başlayır. Musanın dənizi yardığı kimi. Yuxarı qalxıb sinəyə enən əllər də dəniz dalğalarını xatırladırdı. Durduğum yerdən bir addım da olsun qabağa gedə bilməmişdim. Həm boş ayaqqabılar, həm də qapıdakı adamlar buna imkan vermirdi. Birdən bir nəfər qapıdakı bütün ayaqqabıları yığışdırdı. Özümü qapının kəndarında tapdım. Amma hələ də məscidin içinə girə bilməmişdim. Sağ əlimi yuxarıya qaldırmışam ki, kamerayla bu izdihamı çəkə bilim. Gəl haraya, hardasan ya Hüseyin? Ortadan ikiyə ayrılmış izdiham. Əllər yuxarı, əllər sinəyə. Elə bildim bu dəqiqə İmam Hüseyin özü gəlib izdihamın ortasındakı cığırla keçəcək məscidin yuxarı başına. Özü də başlayacaq ağlamağa. Yanımda 5-6 yaşlı qız uşağı dayanmışdı. Üzündən görünürdü ki, ətrafda baş verənlərə mat-məəttəl baxır. Bəlkə də İmam Hüseyin özü burada olsaydı, yaxınlaşıb o uşağın gözlərindən öpərdi. Diqqətim yayındı. Bir-biri ilə qucaqlaşıb, bir-birini təsəlli eləyən, başımız sağ olsun deyən iki nəfəri gördüm. Fikirləşdim ki, bəlkə də başın sağ olsun ifadəsi elə İmam Hüseyin müsibətindən sonra meydana gəlib. İnsanın bir-birinə başının sağ olmasını arzulamağı gözəl deyilmi? Mərsiyəxan deyirdi, İmam Hüseynin boğazını kəsmək üçün qılıncı yaxınlaşdırdılar. Amma qılınc kəsmədi. Bir də cəhd elədilər. Heyvanın başını kəsəndə bıçaq necə çətin kəsər? Bax elə kəsirdilər Hüseynin başını. Gördülər alınmır, Hüseyni özü üstə çevirdilər. Boynunun arxasından kəsməyə başladılar. Heyvanı kəsəndə necə çapalayar, ayaqları necə silkələnər, Hüseynin də ayaqları elə silkələnirdi. Çağırdılar, onun ayaqlarını tutdular. İlahi, o boğazı necə kəsmək olar? Oradan Zeynəb öpüb. İlahi, onun sinəsindən Peyğəmbər özü öpüb. Mərsiyəxan danışdıqca ətrafımdakıların həqiqətən də gözlərindən yaş süzüldüyünü görürdüm.
Bir anlıq içimdə bu hadisənin kədəri ilə öz atamı itirməyimin kədəri bir-birinə qarışdı. İçimdə qəribə bir hüznün bədənimə yayıldığını, ətimin ürpəndiyini hiss elədim. Hüseynin başını bacısının gözləri önündə kəsirdilər. Bu hadisə insanı necə ağlatmaya bilər? Bir anlıq təsəvvür eləyin də, elə bilin ki, İmam Hüseyn sizin qardaşınızdır. Qəfil bu misralar yaddaşımın dərinliyindən beynimdə canlandı. Bu Hüseyn kimdir görən aləm heyran eləmiş. Çəkib Adəm də adın göz yaşın giryan eləmiş. Və qəfil bayaq yuxarı qalxıb izdihamı çəkən əlim yanıma düşdü. Artıq mən də biixtiyar sağ əlimlə sinəmə vururdum. Gözlərim isə dolmuşdu. Arxama çevrilib gördüm ki, iş yoldaşım Ayxan Ayvaz da gözləri dolmuş halda sinəsinə, dizlərinə çırpır.